Salam dostlar. Bu dərsimizdə week number funksiyası haqqında danışacağım. Baxın, week number və isoweek number haqqında danışacağım. Week number daxil elədiyimiz, həmin funksiyaya daxil elədiyimiz tarixin olduğu həftənin nömrəsini qaytarır. Baxın, yazaq bura. Week number funksiyamızın adıdır. Sintaksisi bərabərdir. Week number yazılır. İki bizdən arqument istəyir. Birinci arqument, gəlin bu şəkildə yazaq. Week number. Üstdən buraya tarixi yazaq. Ondan sonra funksiyamızı işlədək. Baxın, yazarım week number. Birinci parametr olaraq serial number istəyir. Biz oraya tarixi ötürürük və nöqtə vergül qoyuruq. Ala bilərsiniz də vergülla olsun. Baxın, burada isə həftənin hansı gün başladığını qeyd edirik. Bizim ölkədə, Azərbaycanda həftə ikinci gündən başladığına görə, daha doğrusu birinci gündən başladığına görə iki seçimini yazırıq. Baxın, üzərinə tıklaya bilərik və yaxud da 2-də yazıb enter tıklasaq, baxın, cari həftənin 51-ci həftə olduğunu görmüş olarıq. Əgər bu tarixi dəyişib, məsələn, deyək ki, 10-cu ay eləsək, baxın, 43-cü həftəyə gedib çıxmış oldu. Deməli, week number həftənin hansı tarixdə yerləşdiyi həftənin indeksini qaytarır, yəni il ərzində neçənci həftə olduğunu bizə göstərir. Növbəti funksiya isoweek numberdir. Isoweek number. Bu da eyni qayda ilə bu funksiya kimidir. Sadəcə bura fərqinə baxaq. Isoweek numberdə sadəcə date qəbul edir. Yəni, o ISO standartlarına görə şənbə və bazarı həftə sonu, birinci günü isə həftənin əvvəli hesab elədiyindən daha biz ora qeyd eləmirik ki, həftəmiz neçənci gündən başlayır. Isoweek number da eyni işi yerinə yetirir, bizə həftənin indeksini qaytarır. Bu dərsimiz bu qədər. Növbəti dərsimizdə görüşənədək.